Mənə tez-tez deyirlər ki, Kamran, sən bu tarixlə niyə məşğulsan, sən bezdirməyib bu, ermənilər onsuz da heç nəyi sübut eləmək mümkün deyil. Mən ilk öncə öz millətimə, öz xalqıma nəyisə sübut eləmək istəyirəm. Sübut eləməkdən də başqa biraz örgətmək istəyirəm öz tariximizi. Çünki biz onu bilməsək, bizim gələcəyimiz olmayacaq. Bu kitabların arasında yalnız biri Azərbaycana məxsusdur, Azərbaycan SSR dövrünə. Bax bu kitab, görürsünüz necə nazikdir. Qarabağ, özdə çap olunub 83-cü ildə Bakıda. Siz bu kitabı açanda Sovet vaxtında çap olunub Qarabağda. Siz burada yalnız tapacaqsınız ağacları, Stepan Şaumyanın heykəlini, sonra taparsınız burada Leninin heykəlini, sonra taparsınız burada kimin heykəlini, Kunyansın heykəlini, Əzizbəyev, Kunyans və Stepanakert Pamятник Voinov Krasnay Armiyi. Daha heç nə tapmazsınız. Təbii ki, burada Molla Pənah Vaqifin heykəli var, onun altında isə yenə də erməni Akopyanın heykəli var. Bax belə məməzlərin. Sonra isə siz burada hansı əbidələri tapanda təəssüflər olsun ki, onların adlarını tapmayasınız. Bilirsiniz niyə? Çünki Sovet vaxtında çalışırdılar ki, Azərbaycanın izi Qarabağdan içsin. Görürsünüz, Qukasyan, Baş Cərrah, sonra Avetisyan, Stepanakerski Universitet. Və baxın bura məməzlərin. Nə görürsünüz burada? Məscid var, Şuşa qalası var, adları yoxdur. Yalnız yazılıb Şuşa kompleks kripasnik soorужений. Nə bu qalanı kim tikib, kimə məxsusdur, heç nə yoxdur. Yenə də heç bir yazı. Yalnız kompleks, xalçalar, əbidələr və təbii ki, kilsələr də danışırsa, kilsələr yazılıb, Qanzasar 13-cü əsr. Bunun adı var, məscidin adı yoxdur, qalanın adı yoxdur. Təbii ki, məməzlər. Belə işləyiblər. Yenə erməni kilsəsini salıblar bura. Yenə və yenə. Yenə də Şaumyan, Əzbəyov. Bax, belə işləyiblər. Və sonra keçirik o biri kitablara. Sovet İttifaqı dağıldı. Kitab getdi. Qarabağı işğal elədilər. İşğal eləyən kimi başladılar kitabları çap eləməyə. Birincisi, Litsa Artsakı. Artsakın simaları. Açırsınız, hamısı ermənilər. Sonra, Karabağski mirni proses. Güya ki, bunlar sülh istəyirdilər. Sonra təsəvvür eləyin ki, onlar Qarabağın ensiklopediyasını buraxıblar. Baxın, nə boydadır. Onlar hazırlaşırdılar ki, işğal eləyəndən sonra 30 il, 40 ildən sonra biz dözərik və sonra deyərik ki, yaxşı da getdi də Qarabağ. Amma Allah canını sağ eləsin Ali Baş Komandanın, Allah rəhmət eləsin Heydər Əliyevə və Allah şəhidlərimizə təbii ki, rəhmət eləsin. Bizim ordumuz yaşasın. Bu ensiklopediya da getdi. Sonra belə bir kitab çap eləyiblər. Nagorny Qarabağ. Bu kitabı J.D. Vance, Amerikan vitse-prezidentinə həmin bu kitabı bağışlayıb Ermənistanın Henotsid soyqırımı muzeyinin rəhbəri bir xanım bağışlayıb ona İrevanda. O xanımı da işdən həmin gün çıxardıblar. Burada da elə demək olar ki, Qarabağdan danışılır. Sonra İstoriya Artsakı. Belə də kitab var ki, mən həlim 1% tapmışam burada. Görsünüz, bax belə. Burada İstoriya Artsakı var ki, dəhşət bir kitabdır. Bilirsiniz burada nələr var? Xudafərin körpüsü olub Xudaperinski most. Bilmirəm. Krepis olub, bilmirəm. Azıqski peşera, Azıq mahalı olub Azovskaya peşera. Alban yazıları olub erməni yazıları. Və nəhayət buna baxın, məməzlərim. Pamятники Nagorno Qarabağa. 1988-ci il. Bir dənə bizə məxsus olan əbidə yoxdur. Hamısı ermənilərin, bəli, Türk Qıpçaq Qasan Calalın kilsəsi oldu Armyanski Çerkev. Hamısı ermənilər və axırda bir dənə məscid var burada, aradasa onu itiriblər. Heç bir şey bizə aid yoxdur. Necə lazımdır işləyiblər də bunlar. Necə lazımdır, nə var işləyiblər. İndi mən bunu bizim görkəmli Elmlər Akademiyasından bir yerdə araşdırmasam, biz işləməsək, belə qalsa, bizə məxsus olan yalnız bu Nazi Sovet İttifaqından kitab. Necədir? Kim daha ağıllı olar sizcə? Ona görə məməzlərim. Takib olun, oxuyun, ağıllanın və öz evladlarınıza, öz nəticələrinizə Azərbaycanın doğru tarixini bildirin. Var olun.